uşaqlarda oxuma çətinliyi yaranıb. Uşaq oxuyur, amma oxuduğunu başa düşmür. Səbəbi nədir? Uşaqlarda ümumiyyətlə oxuma ilə bağlı, yazı ilə bağlı, riyazi hesablamalarla bağlı çox çətinliklər olur. Yəni bunu çox müşahidə edirik. İbtidai siniflərdə bunu görürük, amma bunun erkən əlamətləri də var. Valideynlər burada diqqətli olmalıdırlar. Sadəcə diaqnoz məktəbə başlayandan sonra qoyulur uşağa, amma erkən əlamətlər vardır ki, valideynlər orada əgər bilə bilərlər. Əlbəttə bilə bilərlər ki, Necə? uşağında öyrənmə çətinliyi ola bilər. Aha, necə bilə bilərlər? Bax, Necə bilərlər? Aha, necə bilərlər? Valideyn görəcək ki, uşağı danışmağa başlayır, sözü bilir. Məsələn, bilir ki, bu masadır, bunu adlandıra bilir. Əminik ki, bu uşaq bunu tanıyır. Amma masa sözünü demək üçün fikirləşərək deyir. Yəni masa sözünü tapıb deyə bilmir. Və yaxud uşaq deyək ki, bir söz demək istəyir, hərflərin yerini səhv salır. Dəftər demək istəyir, tutaq ki, dəftər deyir. Yəni söz hərflərin yerini səhv salaraq danışır. Yəni bu əlamətləri valideynlər övladlarında erkən yaşlarında, 3-6 yaşlarında hələ məktəbə başlamayıb görürsə, artıq bilməlidir ki, uşaqda gələcəkdə öyrənmə çətinliyi ola bilər. Əlavə olaraq məsələn səs tonunu ayarlaya bilmir. Danışanda fikir versəniz, uşaqlar danışır, birdən səs tonu qalxır, birdən enir aşağı. Yəni stabil səs tonu ilə danışa bilmir. Bu da uşaqlarda bunun xəbərçisidir və həmin uşaqlar sonra mətn oxuyanda da eyni şəkildə oxuyur, amma başa düşmür nə deyir. Oxuyur, səs tonunu da ayarlaya bilmir. Üzündən oxuyur, amma mənası nədir onu başa düşə bilmir. Və yaxud uşağa 2-3 təlimat bir yerdə veririk. Get bunu elə, ardınca bunu elə, sonra bunu elə. Uşaq orada təlimatlarda qırılır. Ya ən sonuncunu eləyir, ya ortada birini eləyir və yaxud ümumiyyətlə eləmir, nə deyildi. Əgər bu xüsusiyyətləri 3-5 yaş dövründə, məktəbə qədər periodda övladlarınızda görürsünüzsə, mütləq şəkildə artıq biraz narahat olun və onu dəyərləndirməyə götürün. Amma bir çox valideynlər repetitora müraciət edir ki, gedim mən uşağı qoyum müəllimə yanına, bu düzələcək. Bu günləri mənim çalışdığım uşaqlar var ki, 3-cü sinifdə oxuyurlar, 6-cı sinifdə oxuyurlar. İllərdir bu illər ərzində sadəcə repetitora gediblər. Heç bir nəticə yoxdur. Çox qısa zamanda o uşaqlar oxumağı da öyrənə bilirlər, hesablamanı da öyrənə bilirlər, düzgün yaza da bilirlər. Bu uşaqlarla ənənəvi təhsildə olan metodların heç biri işləmir. Sadəcə zaman itkisidir. İlk növbədə əgər uşaqlarınızda belə bir şey gördünüzsə, mütləq EduPlay mərkəzə müraciət etməlisiniz. Uşaq psixoloqu onu dəyərləndirsin və dəqiqləşsin ki, bunda bu çətinlik var. Xüsusi metodlarla ona yanaşılır və problemi çox asanlıqla nəticələndirmək olur.